Salam dəyərli şagirdlər. Verilən ədədi silsilənin ilk n həddinin cəmidir, S-in və bu ifadə verilib. Bizdən silsilənin 13-cü həddini soruşur. Deməli, bizdən soruşduğu hansıdır? A13-ü soruşur. Baxın bizdən. Biz ilk öncə S11 və S14-ü qeyd etsək, S14 bilirik ki, ilk 14 həddin cəmidir. S11 də həmçinin ilk 11 həddin cəmidir. Buna nəzərən S14 çıxılsın S11 nəyə bərabər ola bilər? A indeksində 12, üzərinə gəl 13-cü hədd, üzərinə gəl 14-cü hədd. Düzdürmü? Və buradan bilirik ki, deməli 12-ci hədd 14-cü həddin cəmi yarısı bizə nə verəcək? A13-ü. A12 üzərinə gəlinsin A14 bölünsün 2. Buradan A12 üzərinə gəl A14 bərabər nəyə? 13-cü həddə, düzdür, 2 vurulsun A13. İndi biz burada gətirib yerinə yazsaq, bu 2 cəmin yerinə nə yaza bilərik? 2 vurulsun A13, üzərinə gəl A13. Bərabər nəyə? 225-ə. İndi buradan 3 A13-cü hədd nəyə bərabər olacaq? 225-ə. A13-ü tapmaq üçün 225-i bölsək 3-ə. Buradan A13 neçə olmuş olacaq? Deməli 75. Silsilənin 13-cü həddi cavab 75 olacaq.